Salam, hər vaxtınız xeyir olsun hörmətli. Futbol azarkeşləri bugün Gol TV'də AFFA U11 Liqası Amasya Qarabağ görüşünü sizlərə təqdim edirik. 16-cı turun qarşılaşmasıdır oyunu. Gənc hakimimiz Harun Hacıyev idarə edir. Ona da hər iki komandaya bugünkü görüşdə uğurlar arzu edirik. Hörmətli futbol azarkeşləri qeyd edim ki, bu oyun sizlərə Azərbaycan Futbol Federasiyasının dəstəyi ilə təqdim olunur. Dəstəyə görə AFFA'nın icraçı vitse-prezident hörmətli Sərxan Hacıyevə öz təşəkkürümüzü bildiririk. Komandalarla sizi tanış edirəm. Amasya Qarabağ qonaq komanda kimi bizlərə göstərilib. Onların heyəti bu cürdür. Qapıda 1 Tamirlan Baytov, 2 Bəxtiyar Əzimov, 10 Kərim Topçubaşov, 16 Elcan Qubadlı, 17 Şakir Muradov, 22 Məzahir Məmmədov, 29 İbrahim Abuşov. Ötən oyunda İbrahimin soy adını səhv demiştim, amma bu dəfə səhv etmək kimi bir imkanım yoxdur. 29 İbrahim Abuşov. Komandanın baş məşqçisi Eldəniz Qiyasovdur. Digər oyuncular 99 Həsən İskəndərli qapıcıdır, 5 David Pavlov, 8 Kamran Rızayev, 3 Rıza Tağızadə, 55 Yusif Cəbrailsov, 19 Əli Məmmədli, 15 Əli Mehdiyev, 9 Əli Niftəliyev, 23 Nihat Hüseynli, 12 Elman Aydınov qapıcıdır. İndi isə Amasya'da qapıda 1 Murad Məmmədli, 3 Əli Süleymanov, 2 Ömər Məmmədli, 9 Yusif Məmmədov, 11 Murad Əliyev, 6 Nizami Süleymanov, 8 Tamirlan Musayev. Baş məşqçi Rasim Hacıyevdir. Ehtiyatda 4 oyuncunun adı bizlərə göstərib Amasya'nın bu hücumunu. Hücum yarımçı qaldı. Ehtiyatda 4 oyuncu bizlərə göstərib. Ümumiyyətlə uşaq liqalarında, xüsusilə U10 və U11 liqalarında birinci və yaxud da ikinci heyət anlayışı yoxdur. Digər futbolçular 5 Nihat Xan Əhmədli, qapıya zərbə və top qapıdan keçir. Amasya futbolçuları hesabı açırlar. 8 nömrəli oyuncu Tamirlan Musayev topu qapıdan keçirir. Outdan birbaşa Tamirlan istiqamətinə ötürmə edilir. Digər oyuncularla sizi tanış etdim. Nihat Xan Əhmədli, 7 Murad Səidov, 18 Ayadil Aslan, 19 Tugay İmanovdur. Murad ötürmə verməyə oyuncu axtarır. Əli ilə oynayır Elcan. Topu komandası üçün qazandırmışdı və top meydana tərk eləmir. Amasya hücum qurmağa çalışır. Yusif bir rəqibini keçməyə çalışdı. Ötürməsi qapıya zərbə, amma onun zərbə vurmasına İbrahim mane olur. Qapıdan zərbə ilə top oyuna daxil edilir. Elcan ötürməsi Nizami topun keçməsinə mane olur. Elcan out atışına yerinə yetirəcək irəliyə. Kərim istiqamətini ötürmə. Əli geriyə Muradla oynayır qapıcı. Şakir. İbrahim qapıya zərbə alınmır. Amasya müdafiəsi bu epizodda inamlı təsir bağışlayır. Və indi qayda pozulur. Yox, penalti təyin olunacaq qapıya. Qayda pozuntusu cərimə meydançasının içərisində baş vermişdi. Yusif penaltini İslam müəllimin də səsini eşidirik. Penaltini zərər çəkmiş yerinə yetirəcək. Azərbaycan Respublikasının əməkdar məşqçisi İslam Kərimov da Yusifdən tələsməməyini istəyir. Hakim oyuncuları geriyə çəkir. Diqqətlər Harun Hacıyevdə də işarə gəlir və Yusif topa yaxınlaşır. Qapıya zərbə Amasya üstünlüyü bir qədər də artırır. Yusif Məmmədli penaltini dəqiq yerinə yetirir. Qarabağın işi bir qədər də çətinləşir. Əli altdan topu oyuna daxil etməlidir irəliyə. Elcan. Amasya daha bir hücumu qapıya zərbə. Top qapının yanından keçir. Yusif Məmmədovun zərbəsi. Outdan top oyuna daxil ediləcək.
Ömer və hakim topun qapı xəttindən keçdiyini bildirir. Tamerlan topu irəli vurur. İbrahim istiqamətini dilmiş. Ötürmədir. Geriyə Məzahir. Amasya hücum quracaq. Qapı istiqamətinə zərbə və Elcan topu boş qapıdan çıxarır. Yusif onun çevrilməsinə mane olurlar. Şakir topu komandasını qazanır və qayda pozuntusu var idi hakim. Tamerlan Musayev güncən zərbə ilə topu oyuna daxil edir. Elcan irəliyə oynuyor. Ömer qapıya zərbə və top tora daxil olur. Amasya üstünlüyü bir qədər də artırır. Ömer Məmmədli Amasya'nın 2 nömrəli oyuncusu. Golun təkrarı bizə bir daha təqdim olunur. Ömer qapıya qüvvətli zərbə indirir. Top istiqamətini dəyişsə də golun adını dəyişmir. Murad və ani bir diqqətsizlik, qapıya zərbə. Kərimin zərbəsi qapının yanından keçir. Qarabağ irəlidə çoxalmağa çalışırdı. Murad Məmmədli. Süleymanov outdan topu oyuna daxil edir. Amasya daha bir qol vurmağa çalışır. Kərim, İbrahim. Yenidən Kərim istiqamətə. Kərim Topçubaşov. Kərim qapıya zərbə. Qarabağ buraxılan qollardan birinin əvəzinə çıxır. Əks hücumda yaxaladı Qarabağ. Amasya oyuncularını İbrahimin ötürməsindən sonra Kərim Topçubaşov topu qapıdan keçirir. Golun təkrarı bizə bir daha təqdim olunur. Şakir irəli oynuyor. Kərim. İbrahim yenidən Kərimə. Kərim çox sürətli idi və bu cür qol vurur. Amasya mərkəzdən top oyuna daxil edir. Yenidən Kərim Topçubaşov irəlidə indi ona köməklə gəldi. Qapıya zərbə, İbrahimin zərbəsi, daha bir zərbə, Məzahirin zərbəsi top qapının üstündən keçir. Elcan. Kərim ötürmə gözləyirdi. Və yenidən Kərim boş mövqeyə. Qapıya zərbə uzaqdan. Murad. Və adaşı Murad istiqamətinə ötürməkdə, amma top meydanı tərk eləmişdi. Tamerlan. İbrahim. İbrahim. Top keçmir. Yusif. Elcan. İrəliyə, amma Kərim topu saxlaya bilmir. Qapıdan zərbə ilə. Qapıdan top oyuna daxil ediləcək. Murad Məmmədli. Murad topu indi yerə qoydu. Nələr baş verir? Kərim Topçubaşov topu qapıdan keçirə bilər və Qarabağ daha bir gol vurur. Bilirsiniz ki, U10 və U11 liqalarında qapıdan zərbələr əl ilə oyuna daxil edilməlidir, amma qaydaları bilməsi Kərimin qol vurmasına gətirib çıxarır. Təkrarı bir daha izləyirik. Murad topu yerə qoydu, artıq top oyundadır. Kərim artıq Gol TV bu cür epizodlara neçənci dəfədir ki, şahidlik edir. Artıq Qarabağ oyuna qayıtmağa çalışır. İbrahim Tamerlan topu uğrunda mübarizə aparırdı. Kərim inatkarlıq göstərir bu epizodda topu. Bir dənə cadı verərdim. 30 saniyə fasilə onsuz da gözləyin. Bəli, topa beləliklə ilk hissə başa çatır.
təxminən 4-5 dəqiqəlik fasiləyə ayrılırıq. Bir də hər vaxtınız xeyir olsun, hörmətli futbol azarkeşləri. Amasya Qarabağ görüşünün ikinci hissəsi bizlərə təqdim olunur. İlk hissədə qapılara 5 gol vurulub, Amasya'nın üstünlüyü davam edir. Tamerlan Kamranla oynuyor. Hər iki komanda heyətində tezsiz oyuncu dəyişikliyi baş verir. Əli Mehdiyev meydandadır. Yusif Cəbrayil Soy, Rıza Tağızadə, Kamran Rızayev, onları da meydanda görürük. Elcan Öməri keçmək mümkün olmur. Güncən zərbə ilə Kamran topu oyuna daxil edir. Qapıcı çıxışda indi. Qapıya zərbə, Qarabağ futbolçuları daha bir gol vurur. Rıza Tağızadə, Qarabağın 3 nömrəli oyuncusu topu qapıdan keçirir. Kərim Topçubaşov bu epizodda məhsullar ötürmə ilə yadda qalır. Qapıcı istədiyi kimi topu uzaqlaşdıra bilmir. Murad. Bərabərlik var oyunda. Uşaq liqalarında nəticə hər zaman arxa planda olmalı. Əsas məqsəd futbolçu yetişdirmək olmalıdır. Elcan irəli oynuyor. Kərim Ömər onun çevrilməsinə mane olur. Outdan Qarabağ. Cərmə zərbəsindən Əli Süleymanov. Topu birbaşa qapıya göndərməyə çalışırdı. Daha bir cərmə zərbəsi. Bu dəfə də Əli, yox, az öncəki epizodun təkrarı bizə bir daha təqdim olundu. Əli. Bu dəfə də Ömər keçilməz olur. Ömərin bu oyunda bir qolu var. David Pavlov araya girdi. David mərkəzdə oynuyor. Əli. Kamran. David Pavlov. İçəriyə doğru, qapıya zərbəyə bənzədi. Bir də arxaya çəkilərsiniz demə. Qabağa fikirləş Əli. Əli irəli oynamağa çalışır, amma David buna imkan vermir. Murad. Hakim. Davam dedi. Kərim. Alladıcı hərəkətlər. Kərim qapıya zərbə. O bugün xəttirik edir. Kərim Topçubaşov 3-cü qolunu vurur. Qarabağ qolları ard-arda vurur. Burada Hakim oyunu davam etdirdi. Kərim sola çəkdi və uzaq küncə dəqiq zərbə ilə yadda qalır. Səhv etmirəmsə Kərim Gol TV'nin iştirak etdiyi oyunlarda ən çox gol vuran futbolçudur, əgər səhv etmirəmsə. Ömər. Qapıcı Murad. Yox, top meydanı tərk etmir. Ömər yenidən. Murad. Qarabağ futbolçuları topu qazanırlar. Geriyə David Pavlov, qapıya zərbə, top dirəyə dəyərək oyuna qaydı, təhlükəli bir zərbə izləyirik. David içəriyə doğru ötürmə. İbrahim. Əli. Amasya müdafiədən çıxmağa çalışır. David. Murada dəyən top və küncüdən zərbə. Murad gəl, Murad. Gəl. Çıx oradan. Küncüdən zərbə ilə top oyuna daxil ediləcək. İbrahim Abuşov. 7 dəqiqə yarım. İbrahim. Görək ötürməni kim edəcək. İçəriyə doğru ötürmə, heç kim topa toxuna bilmir. Bu oyundan əvvəl Gol TV'də U11 liqasında turun mərkəzi görüşü sizlərə təqdim olundu. Ulduz Vətən
Qarşılaşdı hər iki komanda meydanda yaxşı mübarizə ilə yadda qaldı. Elə bu oyunda qapıcı Murad bu oyunda heç də ondan geri qalmır. Hər iki komandanın ifasında gözəl futbol izləyirik. İbrahim Məzahir David Yusifdən top meydanı tərk edir. Dərhal oyuna daxil edildi. Müəllim çəkilin ay müəllim. Qapıya zərbə top direğe dəyərək oyuna qayıdır. Nihat idi səhv etmirəmsə zərbənin müəllifi. Bu epizodun görməyimizə mane oldular. Ömer vur Ömer. Cərimə zərbəsi hakim. Top itirildikdən sonra qayda pozuntusunu qeydə alır. Amasya futbolçuları hesabı bərabərləşdirməyə çalışacaqlar. Rampaya düş. 50 de var 50 de istiyor. Ömer Məmmədli. Onun bu görüşdə bir qolu var. Topa yaxınlaşır, yerdə qapıya zərbə. Nihat yerli oynuyor. Topu uzaqlaşma mümkün olmur. Daha bir zərbə amma top qapı istiqamətinə keçsə də müdafiəçilər onu qarşılayır. İbrahim istiqamətinə top meydanı tərk edir. Qapçı dəyişikliyi baş verdi Qarabağın heyətində. Tamerlan Baytovun əvəzinə Həsən İskəndərli oyuna daxil olur. Əli Neftəliyev də oyundadır. Kərim Topçubaşovun əvəzinə meydançaya daxil oldu. Murad İrəli oynuyor. Məzahir qapıya zərbə qopçu Murad. Əla qurtarışla yadda qalır. Komandasını qollarını xilas et. Daha bir zərbə. Səhv etmirəmsə Şakirin zərbəsi idi. Elcan. Qarışıq bir vəziyyət yaranmışdı. Həsən İrəli oynuyor. Əli Nihat istiqamətini ötürmə. Süleymanov topu uzaqlaşdırır. Nihat Elcan ona qarşı mübarizə aparırdı. Qarabağ out atışını dərhal yerinə yetirir. İrəliyə Neftəliyev Əli özü qapıya zərbə vurmağa qərar verir. Top qapının yanından keçir. Murad top oyuna daxil edir. Əli və Əli Məmmədli də oyundadır. Super müəllim, yaxşı oyun. Cərimə zərbəsini Yo, maraqlı oyun da. Nihat Hüseynli yerinə yetirəcək. Nihat topa yaxınlaşır. Top canlı səhtə dəyərək oyuna qayıdır. Şakir İrəli oyun diqqətlər. Hakimlə də qarşılaşma başa çatır. Hörmətli futbol azarkeşlər hər iki komanda gözəl oyunla yadda qaldı, amma rubrika sadiq qalaraq hər komandanın bir nəfəri oyunun ən yaxşı seçirəm. Amasya'dan 9 Yusif Məmmədov, Qarabağdan isə 10 Kərim Topçubaşov. Sağ olun, sağlam olun.